Anacan, qışda qara düşəndə sən mənə qırmızı dərman vermişdin, ha, yadındadır? Qutarıb bala. Hiçbir damcı da yoxdur. Hiçbir damcı da qalmayıb qadan alır. O nə, soruşuram. Az o itburnu çiçəyin deyir. Hə, bildim, it burnu çiçək. Hə də. Qızdırmanın qənibidir. Bıçaq, pendir, kəsən kimi kəs. Şəfa verici, 1001 dərdin dərmanı hesab olunan bitkilər arasında itburnu özünə məxsus yer tutur. Xalq arasında dağ meyvəsi kimi tanınan bu bitki kiçik, qırmızı gilələri ilə seçilir və əsasən meşə kənarlarında, dağətəyi zonalarda və aran ərazilərində yabanı halda bitir. Həm ləzzəti, həm də faydalı xüsusiyyətləri ilə tanınan itburnu bitkisi təbiətin əsl möcüzəsidir. Onun yalnız meyvəsi deyil, xalq təbabətinin əvəz olunmaz sayılan zərif çiçəkləri də insanların sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. İtburnu hansı mövsümdə yığılır daha çox? Bunlar yaz mövsümündə yığılır, bunun çiçəkləri da gözəl mürəbbəzi hazırlanır. Bunun meyvəsini payızda yığılır, qurudulur, ondan çay dəmləməsi kimi istifadə olunur, onun doşabı pişirilir, ondan mürəbbə pişirilir. Ən çox gözəl doşabı ki, soyuq dəyməyin dərmanıdır. Bu doşab hazırlanır. Bu gözəldə çıxır, illərlə də qalır, o xarab olmaz. Bu bitki tikanlı olur. Siz bəs bu bitkini necə toplayırsınız? Qızım, insan nəyə niyyətini qoysa, onu eləyər. Biz də deyək, gülü dərmək üçün onun əziyyətinə, tikanına qatlaşmaq lazımdır. Biz də bunun tikanına qatlaşıb bu meyvədən istifadə eləyirik ki, yəni qışda bizim ehtiyacımız olanda nəsə xəstəxanalar, apteklərə üst tutmayaq. İtburnu çiçəyi C vitamini ilə zəngin tərkibə malikdir. Onun dəmlənməsi ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, eyni zamanda orqanizmin müqavimətini artırır. Sakitləşdirici və iltihab əleyhinə xüsusiyyətləri ilə seçilən bu təbii vasitədən kosmetologiyada da geniş istifadə olunur. Çiçəkdən əldə edilən ekstrakt və efir yağları əsasında hazırlanan losyon, krem, eləcə də maskalar dərini nəmləndirir, hüceyrələrin vaxtından əvvəl yaşlanmasını ləngidir. Həmərsin çiçəyini hər il toplayırıq, belə mürəbbəsini bişiririk. Meyvəsi olduqdan sonra yığıb doşabını eləyirik. Doşabı qaraciyarın dərmanıdır, təzyiqə, soyuq dəyməyə, belə xeyri bir bitkidir. Uşaqlar xəstəliyində istifadə eləyirik, uşaqların qızdırmasını, soyuq dəyməsini götürür. Yığılan məhsul təmizlənərək müxtəlif üsullarla istifadə olunur. Çiçəklər əsasən qurudularaq çay kimi dəmlənir, eləcə də ev şəraitində ondan dadlı mürəbbələr və doşab hazırlanır. Mürəbbəni bişirmək üçün hazırlıq prosesi necə olur? Mürəbbəsi gözəl olsun, şəffaf olsun deyə bunu doğrayıb, suda qaynadacağıq. Ondan sonra suyunu süzüb, şəkər tozu vuracağıq içinə, bunun gözəl mürəbbəsi alınır. Saat yarım, 2 saat. İstəyərsən ki, gözəl alınsın, tələsmədən vanda qaynadarsan, lap gözəl çıxar, rəngi gözəl şəffaf alınır. Biz bunu bişirən vaxtı da içinə həmişə biraz limon duzu atarıq ki, bu qətləməsin. Çünki qışı qalır, qışı qaldığına görə bu pesoxluyur, qətlayır. Qış ayında bu mürəbbəyə tələbat artır. Bəli, qış mövsümündə bu mürəbbəyə tələbat artır. İstər bazarda olsun, istər evlərdə olsun. Bu şəfa mənbəyidir. Biz illər boyu nəsil və nəsil gözümüz açandan biz bunu görmüşük ki, nənələrimizdən belə hazırlayırlar. Heç o vaxt iynə dərman yox idi, ancaq insanlar bununla müalicə eləyirdilər. Mürəbbəmiz hazırdır. Təbii ətri və özünə məxsus dadı ilə seçilən itburnu mürəbbəsi xüsusilə qış aylarında süfrələrin ən dadlı nemətlərindən hesab olunur. Gəlin indi bu dadlı təamın dadına baxaq. Toplanması zəhmət tələb etsə də itburnunun faydaları bu çətinliyi tam şəkildə doğruldur. Bu gün də bu bitki xalq təbabətində və gündəlik həyatda öz əhəmiyyətini qoruyub saxlayır.